Değerli vətəndaşlarım, değerli soydaşlarım, bu yağış ha tərəflərdə oldu. Yağış ən çox Xəzərin qərb sahillərində Mahaçqala, Dəmirqapı, Dərbənd, Dağıstan o tərəfdən gəldi. Daha doğrusu Bakı və o tərəf bu bölgədə oldu. Gələn başqa yerdə oldu yağış, yaz yağışıdır da hər yerdə olmalıdır da qadınların, Türkiyə, Tovuz hər yerdə. Rayonlar, hər yerdə. Amma yağışın normadan artıq biraz çox olması, dağıntılar yaratması, fəsadlar yaratması, hətta fövqəladə vəziyyət elan olunması səviyyədə harda oldu? Harda oldu? Bakı və şimala doğru. Dərbəndə doğru. Eləmi elə? Yəni o zolaqda. Bu yağışın sünidirmi, süni deyilmi? Bu qalsın başqa bir mövzudur. Mən deyəcəm süni yağışdı, yağdırdılar. Bizə Bakıya zərbə vurmaq. Bakıya yazıda da Trump, Vence nə dedi? Ermənistana süni intellekt çip zavodu açırlar. Azərbaycana nə satırlar? Bot və kaska. Yəni İranla savaşa girməlisiniz. Kaska, dəbilqə. Bir də bot, üzməyə bot. Onlar niyə bizə bot satmalıdır ki? Orada da göl var da, Göyçə gölü. Ne oldu da bize mezelənirlər mi? Yəni o deməliydi ki, Saçmin ha, birdən kasete zada şey eləyərsən, kasete zada. Kasetdən zadan savaşa girməsən, ay İlham Əliyev, Bakını yağışdanca məhv eləyərik, ağıllı ol günə. Değerli vətənlərim, yağışlar yağdı. Hələ yağışların yağmağından artıq 10 gün keçibdi. Tunellər keçilməzdi, yollar keçilməzdi. Nərmanovdan belə, Biləcərdən belə. Hara baxırsan aləm dəyib bir-birinə. Fəsadlar aradan qalmayıb, evlərin içi su, nə bilim nəm, uçan evlər, qəzalı vəziyyətdə olan evlər. Baxıram da, mənə dostlarım çəkibdi. Qabil, dünən çəkmişəm. Qabil, bu gün çəkmişəm. Bax, gör 10 gün yağış yağıb, nə gündədir? Yaxşı, bunlar 10 gündür yağış yağıb. İndi bir düşünün də, bu yağışın 2 qatı yağsa nə olar? Bir də düşünün. Bu yağışı yağdıran qüvvələr varsa, bu yağışın 2 və ya 3 qatı yağsa nə olar? Hələ onu diqqətinizə çatdırayım ki, İlham Əliyevin tunelləri uçdu. Bu yağışa bağlı mı oldu uçdu? İlham Əliyevin tunelləri 2 cürə təxribata məruz qaldı. Mən fikrimi deyirəm. Birinci, Tağı Əhmədov gecə-gündüz metro tikirəm deyə, heç pox da tikməyib, o cəməlli başlı. Tağı Əhmədovun dediyi kimi, o uzun illərdir tunel tikilsəydi, yəni metro tunelləri tikilsəydi, Qazağa da metro ilə gedə bilərdik, Gəncəyə də, nə bilim, Beyləqana da, Bərdiyə də. Ay ki, nə danışırsınız siz? İlhamın qaçış tunellərini tikirdilər. Xaricdən şirkətlər gətiriblər, adamlar, texnika, tikdiriblər, hamısını öldürüblər. Məndən soruşun da sizə deyim. Tağı Əhmədovu iflic elədilər. Gələcəkdə Qabilə çatdıracaqlar ya Qabil biləcək. Ona görə. Tağı Əhmədova bir şeiri yazılar, baxın, Tağı Əhmədov stolda belə oturur, şeiri oxuyurlar gözündən. Ay ki, mən o yolları çoxdan keçmişəm. Mən burada elə şey danışaram bu barədə. Tükünüz biz olar. Sadəcə olaraq müəyyən sirləri aşmaq istəmirəm. Bax deyirəm, Tağı Əhmədovun iflic elədilər beynini. Yəni adını soruşsan ki, Tağı, ay Tağı, sənin adın nədir? Adını bilməyəcəkdi. Arvadının adı nədir? Oğlunu bilməyəcəkdi. Amma Tağı Əhmədova iflic elədilər, beyni güdülər dərmanlarla. Bütün o tunellər yadından çıxdı, harada nə edib, nə qayırıb. Tağı Əhmədovu nəzarət altına qoydular. Oğlu da KGB-nin verbovkasında bir dəfə də döyüb, bir neçə döyüb, Tağı Əhmədov oğlu döyübdü. Şeiri qoydular, bir kuplet şeiri. Belə Tağı Əhmədov oxudu. Yəni, hamı da nə paylaşdı? Devlət hakimiyyət kanalları nə paylaşdı? Tağı Əhmədov şeir yazır, akademiya yolda bu şeir yazır. Belə obraz yaratdılar. Tağının beynini güdülər. İlhamın gizli tunel çəkənlərini öldürdülər. 5 jetondan 4'ü ya 3'ü oğurlanırdı deyirlər. Bax o tunellərə sərf edilirdi. İlhamın qaçış tunellərinə. Burada 2 cürə təxribat oldu. Bir, burada tunellərdə FSB əli var idi. FSB. Mossad və FSB əli var idi. Bir, deyələ vətən. Qaçış tunelləri, aeroporta gedən var, nə bilim, o istiqamətdə dənizə çıxan var. Şimalda, Qusarda, şəxsən mənim adamlarım orada, o adamlarım orada olub, o işçilərlə şəxsən söhbət edib. Oradan da Rusiyaya tunel çəkiblər. Dağların yerin altına. Valla, otel kimi şeyli bir yekə otel, bir də balaca otel kimi. Göstərmişəm Heyfidə. Valla Heyfidə göstərmişəm. Ev yox, sizin xətrinizə mən adamlara deyərəm, qıratdan çəkərlər, bir də göstərərəm. Sizin xətrinizə. Hər neysə, düz hardan başlayır tunel, hansı harasından onu da göstərəcəm sizə. Uzun sözün qısası, deyələ vətənlər. Deyələ sonra, İlham Əliyev, deməli, İlham Əliyev dostlar, 2 cürə təxribat baş verib. Bilmirəm, bunun içində Mossad'dır mı, Rusiyadır mı? Axırı ki, ikisidir, ya ikisindən biridir. Ya FSB'dir, ya Mossad. Deməli, İlhamın tunelləri tikildikcə, o belə yekə aparat var, yoğun yekə aparat var. O belə oya gedir. Bəzi aparatlar da boşluq olanda basa gedir. Və onun içinə beton piltələr tökülməlidir. Uçqun zad düşməsin. Sonra beton piltələrin üstündən açıklavat olmalıdır. Açıklavat, yəni plastik çəkilməlidir, linonim kimi deyək. Bunu elə eləmir. Orada ən baha pul nəyə gedir? Həmən o betonlara, beton piltələrə, beton. Yoxsa yuxarı uçarda nəmi var, boşluğu var, yumşaq torpaq var, üstündə şəhər var. Deməli, deyələ vətənlərim. Burada 2 cürə xəyanət baş verir. İlhama qarşı təxribat. Bir, beton piltələr qoyulmadan açıklavat çəkilirdi. O qəşəng qoyulur. Elə açıklavat çəkilirdi, beton piltələr qoyulmadan.
Bir elə İlhama atış gəliblər. Bir də dərinlik məsələsində daha çox dərinlikdə işləmək var və daha biraz üzdə işləmək var. Daha çox dərinlikdən çəkilməli yer belə üzdən çəkilibdir və yaxud orada relyefin, yəni ərazinin relyefinə uyğun da aşağıda yol, aşağı yuxarı yol getməlidir. Məsələn, deyək ki, havalandırması var da tunelin. Deyək ki, tunel 30 metr aşağı ilə olmalıdır. Amma bunlar nə ediblər? Çox yerdə elə çəkilib ki, tunel elə çəkilib ki. Hətta o çökəklər var, dərə yamaçları yuxarıda relyefdə. Orada dayaz nöqtələrə gəlib çatıbdır. Ona görə yağış yağanda yollar çöktü, eləmi? Nə dedilər yollar çökəndə? Göstərdilər də yol çöküb. Nə dedilər? Dedilər ki, bu yolun altından sən demə xətt gedirmiş, kanalizasiya gedirmiş, nə bilim nə gedir. Yoxsa, yolun altından kanalizasiya gedir, eləmi qadın alın? Niyə o yolda bircə yerdə uçurubdur? Qoy yolun altına kanalizasiya gedirsə, yol boyu 2 yerdə, 3 yerdə, 4 yerdə uçqun olsun. Niyə bircə yerdədir? Çünki kəsə gəlibdir. İlhamın qaçış tunelləri kəsə gəlibdir. Ha, bunu da deyirəm sizə. İlhamın qaçış tunelləri tamamilə ağılsız bir plandı və təxribat idi. İlhamın qaçış tunelləri ancaq kəsə gedir də. Tunel belə gedənməz ki, burada kanalizasiya xətti var. Yox, burada nə bilim neft buruğu var. Yox, burada bor. O dikinə, yəni düzünə gedir tunel. Və İlhamın tuneli Bakıda, Gənclikdən Buzovnadan əsas gedən tunellər mənim adamlarım təsbit ediblər və kəsə gedir tunellər və onun qabağında olan kanalizasiyalar, nə bilim kommunikasiya xəttləri əgər dəyişsəydi, ya yol dəyişsə, yön dəyişsəydi, bu tunel 10 milyarddan çox, 10 milyard dollardan çox vəsait lazım idi. Bunlar olmasın deyə o tunellərin, hətta gördünüzmü fövqəladə deyirlər, fövqəladə nə günah var? O bilirsiniz o yekə şey salırlar, o kanalizasiyanın o şeyləri olur da, o qapaq nöqtələri olur ki, ora belə bir yekə beton salırlar. Orada su cəmlənir, tökülür, oradan gedir. O sibil nəsə düşəndə orada axtarırlar. O kanalizasiyanın üstündən də, divarın üstündən də elektrik xəttləri, başqa xəttlər gedir. Nə bilim telefon xəttləri, bəzi xəttlər gedir. İndi sözüm indi ondan getmir. Su xəttləri və s. və ilaxır. Bütün, baxın ha, bütün gedən kanalizasiyaların hamısına beton tökülüb bağlanılıbdır, tunel keçən kanalizasiyaların. Gör neçə yollar kəsişir, neçə yollardan keçir, neçə kanalizasiyaları kəsib gedir də belə. Eləmi? Yüzlərlə o küçələrdən gedən o xətləri kəsib gedir. Hamısını nə ediblər bilirsinizmi? Hamısını nə ediblər? Primiçka ilə. Yəni biri var ki, tunel burada getdi. Kanalizasiyanı kəsir də, kanalizasiya burada tutulur. Bu kanalizasiyanı hər hansısa bir belə böyük xəttdən o biri tərəfə çalayasan, tunelin o biri üzünə keçirəsən. Bunu eləməyiblər çox yerdə. Elənilən yerdə də, bunu elənilən yerdə də. Məsələn, deyək ki, 500'lük kauçuk, plastik boru ilə primiçk edilməlidir. Bu küçəyə uyğun 500'lükdür. Bunlar 100'lük turba ilə eləyiblər, 150'likdən eləyiblər. Başa düşdün? Üstəlik keyfiyyətsiz. Və ona görə də bütün, bax, görün İlham Əliyevin qaçış tunelinə görə 3 böyük fəsad yaranıbdır. 3 böyük fəsad. 1. Qaçış tunellərinə görə bütün kanalizasiyalar bağlanılıbdır. Böyük fəsadlar yaranır. Bakı şəhəri təhlükə altına düşübdür. 1. 2. İlham Əliyevin qaçış tunelləri üzərindən pul yeyiblər. Bütün çox yerdə, əksər yerdə beton plitələr qoyulmuşdur. Milyardları oğurlayıblar, çalıblar. İlhamın özünü bax burada təxribat atıblar. Ona görə də harda boşluq varsa uçur. 2. 3. İçəri şəhərdə də uçur. Bilmirəm orada niyə çəkiblər. Hər nəsə. 3. Ən əsası, ən böyük təxribat da harda baş verdi? 3-cü. Bilmirəm, yenə də burasını deyən verəm. Azərbaycan bilirsiniz, Rusiyanın və Mossadın əlindədir, İsrailin əlindədir. Rusiya və İsrailin əlindədir. Bugün də İsrailin, Rusiyanın əlindədir. Amma artıq zərbə gəlir, indi ondan danışacağım. Növbəti danışırım ondan. Aldığım məlumatlara görə tunelin əvvəldən təyin olunan hissələrində havalandırma yeri vasitəsindən tunellərin içini partladıblar. Bəzi vaxtı o gecə səslər eşitdiniz, ha, yağış yağandan qabaq, sonra səslər eşitdiniz, ha. Dediniz, bu nədir partlayır? Drone çoxdan uçsun, cəhənnəm olsun. Həmin o dronu qəsdən uçurdular. Drone uçan zaman partlayış. Havalandırma tuneli yoxdur mu? Havalandırma belə yuxarıya. Havalandırmadan olmaz tunel. Deməli, oradan müəyyən bombalar vasitəsindən tunelin bəzi yerlərini partladıblar. Artıq İlham Əliyev düşünürdü ki, İlham Əliyev Rusiya deyir, Rusiya deyir, İlham qaçmaq istəyir. O da İlham Əliyev mənim yanıma qaça bilər, mənim icazəmlə. Mən istəməsəm İlhama bir şey olanmaz. Mossad da deyir, Rusiya da deyir. İkisi də bir qüvvədir. Mən onu izah edəcəm indi. İlham Ərdoğan'ın yanına qaça bilərdi, İlham Çinə, ora, Amerikaya, ora, təzə dostlar tapışdı ola bilsin. Elə bir təzə dost görmürəm, hər nəysə də. Birdən İlham Əliyev Rusiya yox, təmiz başqa yerə qaçar. İsrailə sığınmaz, təmiz başqa yerə sığınar. O da bax, İlham Əliyevə nə var? İndi də oturur Sepahın qucağında, nanay, lay, lay. Bax, belə eləyir İlham Əliyev, o balaca uşaqlar kimi. Oturub Sepahın qucağında. İlhamı nə böyle? Ona görə tuneli dağıtdılar ki, Bir dənə Rusiyaya tunel qalıbdı Qusarda. İlham Əliyev, helikopterə min ya da maşına min, get Qusara, oradan tuneldən keç Rusiyaya. Və salam, əgər qorxarsan belə gəlməyə. Bütün hallarda İlham Əliyevin tunellərini aldığım məlumata görə bir neçə yerdən partladırlar. Artıq İlham Əliyevin qaçış tunelləri havalimanına və dəniz vasitəsindən qaçış tunelləri partladılıbdır. Bu təxribatı ediblər İlham Əliyev üçün, İlhamın öz komandası, öz dostları.